Salam hamıya. Bugün mən Camtasia Studio 8 adlı proqramı necə montaj eləməyi öyrədəcəm. Ən birinci proqramımıza giririk. Proqramımız açılandan sonra Import Media adlı yerdən istədiyimiz bir videonu və yaxud şəkil də ola bilər, videonu seçirik. Məsələn, mən bir mahnı, bir dənə də video seçirəm. Bir dənə də lazım olacaq. Bir dənə də şəkil seçirəm. Buradan bir şəkil seçdim. Ən birinci bir video bura qoyuruq, track 1 atırıq. Sonra buradan belə istədiyiniz kimi videonu düzəldə bilirik. Videonu düzəltdikdən sonra biz bu videonu istədiyimiz yerdən kəsə bilərik. İstədiyimiz kimi, istədiyimiz yerdən kəsə bilərik. Məsələn, mən istəyirəm bu videonu bu ox göstərilən yerdən 2 yerə bölməyi. Məsələn, burada split yeri var. Split basandan sonra video 2 yerə bölünür. Yəni video davam eləyir. Bu bilinmir. Amma montaj yerində istədiyimiz kimi o videonun arasına məsələn bir şəkil qoya bilərik. Video gedə-gedə məsələn bu video gedir. Şəkil gəlir. Şəkil qutarandan sonra tezdən video davam gedir. Və yaxud bu yerə biz başqa bir video qoymaq istəyirik. Məsələn bu videonu bura ata bilərik. Video gedəcək. Məsələn belə video qutarandan sonra tezdən bu video davam edəcək. Sonra burada var bunlar haqqında silək, bizə artıq lazım deyil. Bu videonu tezdən birləşdirik. Burada var library yerində çoxlu temalar var. Belə bir tema var. Çox yaxşı temadır və yaxud çoxlu temalar var. İstədiyimiz qədər burada çoxlu temalar var. Bu dance tips, animation title, bir çox tema. Məsələn, bunu istəyirik biz qoymaq. Bura qoyuruq. Add to timeline eləyirik. Belə qoyandan sonra ən birinci bu video gəlir. Bundan sonra isə artıq bu video davam eləməyə başlayır. Bunu biz sildə bilirik. İstədiyimiz kimi qoya bilirik. Sonra burada animation məsələn bunu düzəldik ən birinci. Düzəltdik. Bura koyduq. Burada belə qoyandan sonra burada istədiyimiz şeyi yaza bilərik. Məsələn, onu sol göstərəcəm. Bunu qoyduq. Sonra burada var mahnı. Bunlar temalardır. Bunların hamısı. Müzik var burada. Məsələn, biz bu mahnını istəyiriksə bura qoymaq. Add to timeline, add play eləyirik. Bu video artıq belə olacaq. Artıq əgər istəyirsə bu mahnı olmasın, yəni bu videonun mahnısı. Burada audio yeri var. Buradan bu mahnını azaldırıq və mahnı davam edir. Bu mahnı məsələn indi xoşlu gəlmirsə buradan mahnını silmə yeri var.
delete eləyir. Nefsin ümid. Şimdi buradan bizim mahnımız var. Yani bu bizim mahnımızdır. Mahnını bura koyuruq. Keep doing your thing. Let these boys keep slipping, man. I'm not into gymnastics, but I'm into flipping things. Buradan istədiyimiz kimi bu buradan mesela belə eləyirik ki, daha rahat montaj edə bilək. Qısalda bilirik mahnını istədiyimiz kimi, sonra oradan düzəldirik. İstədiyimiz kimi qısaldırıq və mahnı bu qədər olur. Sonra burada var callouts. Burada da mesela yazı yazmaq istəyiriksə bura. Mesela buraya yazırıq, mesela salam yazırıq. Burada rəngi dəyişdirmək olur. Silirik, ən birinci silirik, sonra rəngi dəyişdirəndən sonra istədiyimiz söz yazırıq. Yazırıq. Sonra nə var burada? Burada sonra bu yox, bu yaxşı, maraqlı deyil. Ən yaxşısı məsələn burada belə bir özəlliyi var ki, məsələn bir yerdə bir söz yazılıb, istəmirsən alda yaxud insanın üzünü istəmirsə görünsün. Bunu ilə burada var, ola bilsin siz də görsəniz, bax, bura basıb, burada belə bir bunu basandan sonra artıq gələcək. İstədiyimiz kimi bunu fırlada bilirik, uzatıb balacalaşdıra bilirik. İstədiyimiz sözü silə bilirik. Sonra nə var? Sonra burada yazı yazmağı da onu dedim. Bu heç burada mahnının necə azalıb çoxalmaq. Bir də burada belə bir şey var. Fade in eləyəndən sonra mahnının əvvəli fade in eləyirsən, əvvəli elə bir belə olur. Biraz yavaş, sonra isə bərkiyəcək. Səs güclənəcək. Məsələn, əvvəli belə. Siz biraz sonra artır. Yəni burada bilinmir mahnıda. Mahnı ki bərk deyə belə bir şeydir. Fade out eləyəndə axırı qutaranda, video qutaranda gördünüz belə olur. Bunu lap çox verməyə ehtiyac yoxdur çünki səs yaxşı bilinməyəcək. Və burada var translation. Translation da bu belə bir özəlliyidir ki, yəni videodan videoya keçətdə belə bir şey görsənir. Belə bir video belə olacaq və yaxud belə və yaxud belə. Buradan bunu tutub bu videonun arasına koymaq olur. Burada biraz pis görsənir montaj eləyəndə. Montajı bitirdikdən sonra isə görəcəksiniz ki, aydın görsənəcək bu yeri. Burada biraz belə görsənir, yaxşı. Amma sonra özünüz görəcəksiniz, yaxşı alınacaq. Əgər istəmirsinizsə bundan sonra buradan da delete eləmək olur. Bunları silmək olur. Sonra istədiyimiz yeri, məsələn bu ərazini biz istəyirik kopya eləmək. Kopyanın üstünə basırıq. Sonra istəyimizin bura gəlsin. Burada paste var. Paste eləyəndən sonra bu yerdə, bu ərazidə olan video, bu yerdə olan video bura gəlir. Sonra bunu qoyuruq öz yerinə. Bunları silək. Belə. Burada dedim sizə mahnını azaltıb çoxaldıma yeri. Sonra burada bu. Yəni buradadır ki, məsələn video burada deyil. Burada videonu balacalaşdırmaq yeri var. Balacalaşdırıb böyütmək. Amma 500%'dir, çox böyümür deyə.
Onu min edə bilərik. Belə olur. Və bu da ki, onun tündləşdirməkdir, açıq tündləmək. Min eləyən alanlar, yəni ən çox 100 olur. Əgər istəyirsə tünd olsun, belə olur. Yəni, bu yoxdur, belə. Sonra burada da məsələn bu yeri var. Burada bilmirəm bu nə məna verir. Adi bir şey. Sonra burada da belə eləndə yuxarı, aşağı. Bu da aşağıdır. Yox, böyütməkdir. Bir də gəl. Video getdi. Videonu belə qoyaq. Sonra burada da var. Məsələn, belə eləmək. Düzü video belə geçir. Keep doing your thing. Let these boys keep slipping, man. Əgər istəyirsinizsə belə olsun, belə bunu sıfır eləyib eləmək. Burada da ki, belə eləmək var. Video belə geçir. Sonra montajını sıfır eləyib, burada da belə olur. Bilmirəm bu nə üçündür, maraqsız bir şeydir. Bəlkə də indi eləyənlər var. Burada ki, belə bir istədiyimiz sözü yazmaq olur. Məsələn, burada yazırıq salam. Gördünüz, aşağıda salam çıxır. Bir şey, özəlliyi də var. Nə qədər istəyirik yazırıq. Sən yazırıq. Bu video belə eləyək ki, video olan yerdə olur. Belə. Sonra burada var record screen. Bunu basandan sonra siz kompüterdə ekranı çəkə bilərsiniz. Yəni mənim çəkdiyim kimi bu deyil ki, ekran çəkirsiniz, danışa bilərsiniz, özünüzü çəkə bilərsiniz. Yəni belə adi özünüz üçün öz videonuzu çəkmək istəyirsinizsə, burada var özünüzü çəkmək istəyirsinizsə, record kamera. Onu basandan sonra sizin səsinizi çəkəcək. Belə. Bunları hamısını dedim. Sonra istədiyimiz yeri kesməyi dedimsə, belə eləyib. Məsələn, bu yeri kesirsən. Bu yer məsələn kesildi. Sonra bir dənə saxlayanda onu deyim ki, burada produce and show var. Bura bastım. Burada siz olubsun MP3 özləşdi olacaq. Bunu dəyişdirib MP3 only 1080p eləyin. Çünki bu eləyəndə o artıq HD davam edəcək. Davam eləyəndən sonra OK eləyirsən, artıq sizin videonuz saxlanacaqdır. Neysə, hamısını dedim. Yaxşı, siz mənə qulaq asdığınızda görsə təşəkkür edirəm. Əgər videonu bəyəndiyseniz bəyənməyi, bəyənmədinizsə bəyənməməyi, basın kanalıma abunə olmayı unutmayın. Özünüzə yaxşı baxın, sağ olun.